Gözəl qonumuz qabağa gedir. Hər halda istəyirəm qonumuzun ikinci hissəsinə keçək. Vaxtı nəzərə alaraq. Dostlar, bilirsiniz ki, Türkiyədə Baxçalının təklifi əsasında Abdullah Öcalana bir müraciət olundu. Dedilər ki, bu silahı qoysunlar yerə, PKK və PKK ilə müzakirə getsin filan behman ta tərk silah olunsun. Və Abdullah Öcalan bir iclas qurdu Kürdlərlə Türkiyədə, o partilərlə və partilərlə belə qərara gəldilər bu məsələni ortaya qoysunlar. Və bunu qoyandan sonra İran hakimiyyəti müraciət elədi. Əlbəttə Abdullah Öcalan PKK-yə və PKK də ona müsbət cavab verdi. Və hətta belə gözlənilir ki, Abdullah Öcalan gedə o PKK-nin qurultayına və orada təsmin tutarlar, bunlar münhəll olarlar, silahı qoyub mübarizə müsalimətamizə gələrlər. İranı bu narahat elədi. Çünki niyə? Hakan Fidan bir dənə təzəkkür verdi. Dedi ki, əgər İran bizim işimizə müdaxilə eləsə, biz də İranın için naəmin edərik. Yəni o cür ki görsənir, Ələviləri, o Kürd Ələviləri müsəlləh eləməcə İran çalışır və bəzi işlərdə görür o istihbaratı üzr istəyirəm Türkiyə o cür ki əlinə bəzi məsələlər gəlibdir, bəzi işlər istəyir İran görər. Və İran bilafasilə Türkiyənin səfirini çağırıb ona ultimatum verdi. Bax, elə buradan başlayırıq. Mən buradan sözü verirəm elə Ay Düşdür Yəhyayı cənablarına. Ay Düşdür Yəhyayı, bax, bu məsələni necə analiz edirsiniz? Buyurun. Ay Süleymani, əslində Kürt və Türkiyədə olan Kürdlərin yaşamı tarix boyunca en azından bu 100 yıl içerisinde bir meseleydi. Ve bunun da qabağa getməsi, hatta Türklərin bilirsiniz ki, eynin necə İranda Rıza Şah biləxərə bir dil, bir millət, bir kültür yaratma həvəsində isə Türkiyədə də eyni siyasət qabağa gedirdi. Hatta uzun iller elə onlarda da inkar məsələsi var idi. Yəni Kürtlər inkar olunurdu. Hatta deyə bilirəm ki, bizdən daha ağır bir vəziyyətdeydi onların ki, biz evdə, o izdə, bu izdə, şəhrimizdə zətdə Kürdü danışırdıq, Türkü danışırdıq. Onlar hətta bəzən onu da belə qəbul eləmirdilər. Və böyük bir çatışma ortamı və yenə siz işarə elədiniz kimi İran için bir zəmin hazırlayırdılar. İran da hər zaman Ələvi Kürdlərini, Ələviləri və Kürdləri bir silah olarak şah zamanı əllərində tutmuşlardı və Türkiyəni belə təhdid edirdilər ki, əgər sən bizim iç işlərimizə qarışırsan, biz də sənin iç işlərinə qarışarıq filan bəhman. Ta gəlir biləxərə və bu Kürt hərəkəti başlayır. Qoyun ben birazcık çok 2-3 dəqiqədə bu Kürt hərəkətini bir özətliyim xülasə olaraq. 1949'da Urfa, Şanlıurfa'nın bir kendinde Abdullah Öcalan dünyaya gelir. Abdullah Öcalan medrese şeyinde de chatte çok da siyasi bir zatı yok idi. Hatta biraz İslami bir temayülü vardı. Bizde olduğu için ortada İslami bir temayülü vardı. Siyasetle de ilgisi yok idi. 1970'lerin başında, yani tam 1971'de Ankara'ya gelir. Ankara'da Siyasal Bilgiler Fakültesi diyenler. Danışkedi Ulum-u Siyasi'de septanam edildi. Danışkedi Ulum-u Siyasi Ankara'da Türkiye'ye bürokrat yetiştiler. Qədim, əlbəttə indi Türkiyədə də danışqalarda çoxalıb. Amma qədim o siyasal bilgilər fakültəsi məşhurdur. Sol təfəkkürün mərkəzi olur bura. Bəli, sol təfəkkürün dediğiniz kimi mərkəzidir və Abdullah Öcalan ora gəlir və orada yavaş yavaş bilgilenir, ne olduysa təmayül tapır
Dev Genç dedikleri bir təşkilat var idi. Sazman Çirkay Fədai Xalq kimi İranda. Yəni ona yaxın bir təşkilat olaraq ona təmayül tapır və danışgahı da ittifaqən elə ona görə də buraxır. Və nəhayət bir 2 il danışgahda oxuyandan sonra tutuklanır. Elə ondan dolayı, o düşüncəsindən dolayı tutuklanır və zindandan çıxandan sonra danışgah azadı buraxır. Gedir təşkilat qurmağa başlayır ki, biz özgürlük için Kürdistanda bir hərəkət başlatmalıyıq, milli hərəkət. Kürdistan Özgürlük Milli Hərəkətin başladır. Və gedir Diyarbakırda 1978'de bir təşkilat kurur. Ve bu təşkilatın da adı zaten olur PKK deyirlər adına. Parti Kürdistan-ı Karigera. Yani Hizb-i Karigeran-ı Kurdistan-ı Kürdistan. Ve orada o təşkilatı kurandan sonra yavaş 1979'da Türkiye'de kaçır ve Suriye'ye yerleşir. O zaman Suriye ile Türkiye'nin rabitesi yaxşı değildi. Hafızası zamanıydı. Ama orada paygah kurur. Orada mesela paygah kurandan sonra adamları ki var idi Türkiye'de. Türkiye'de Kürt ailelerinden, məxsusən yoxsul ailelerden kız oğlanları zad edilə geçirdiler Mərdin o tarafına. O paygahta Amuzişin nizamı gördüler. Ve bu Amuzişin nizamı ile aynı zamanda ideoloji amuzişi verdiler orada. Türkiye buna işrak tapır. Türkiye buna vakıf olur. Bilir ki neyin nesidir. Hafız Esed'e fişar getirir. Hafız Esed'e yaxşı fişar da Türkiye'ye çok güzel yerden başlayır. Ferhat Nəhrindən başlayır. Ferhat Nəhrini bağlıyorlar. Deyir mənə gəl. Çünki Ferhat məsələsi Suriye için can damarıdır. Həyat zat Ferhat. Və deyir ki, əgər sən bu işi devam eləsin, mən məcburam Ferhat Nəhrini bağlayam. Və o da biləxərə zorlanır və nəhayət Abdullah Öcalan'ı oradan eşi ötürür Suriye. Abdullah Öcalan o yüzden gitmeye çalışır İtalya'ya, Rusya'ya filan Mehman nihayet karar verir ki İtalya'nı ister. İspanya'nı ister. Türkiye'ni, Rusya'nı hatta zatta da bile Sovyetlerin yani Rus Şurevinin bir cumhuriyetlerinin birini de istiyor. O da olmuyor. Ve nihayet karar verir ki Afrika Cunubu'ya gitsin. Afrika Cunubu'ya gidende Kenya'da bilakare havalanında Furukah'ta Kenya'da Türk polisi tarafından yakalanır. Tabii ki ayrı polisler de ihtimalen Türk polisine köməklik edirlər ve getirilir Türkiye'ye. Türkiye getirilenden sonra bilirsiniz ki bu evvel edama mahkum olur. Sonra Türk Ceza Kanunu'nda bazı değişikliklerden dolayı buna əbədə məhkum edirlər. Və yavaş-yavaş bu zindanda gerçi irtibatı var idi. İmralıya yerləşdirilir. Tək adamdır İmralı adasında, cəzirəsində. Elə bir zindandır, bir də bu zindanıdır. Amma irtibatları var idi. Bəzən kəsilirdi, bəzən qurulurdu filan. Amma bu elə o vaxtdan da bir 10-15 il bundan qabaqdan da dedi ki biz siyasi çalışmaya başlamalıyıq. Zaten o istiqamette de Kürt partileri kuruldu. Kürt siyasi hizbləri kuruldu ve bu siyasi hizblərin kurulmasıyla da neçə dənə nümayəndə meclis seçildi. Seçildi ve parlamenda bir ara 80 dənə nümayəndə ilə Kürt hareketi özünün nümayəndəcilik elətdirdi. Ve nihayet yavaş yavaş siyasi platformunda faaliyetler çoğaldıkça bazı şehirlerde belediye seçimleri deyirlər orada. Yani şehridarı seçimleri. Yani Şurayı Şehri Rus'ta da deyirlər İran'da. Onlar da birçoğu hala Kürt mıntıqalarında Kürtlerden təşkil tapdı. Ve hatta İstanbul'da da 4 milyona yakın Kürt yaşayır.
Və bu gəlişmə sürəcində Türkiyədən iqtisadi tövsiə deyək, iqtisadi tövsiə sürəcində Kürdlər də çox fəallaşdırdılar. Necə fəallaşdırdılar? Yəni Kürdlər Biraz gəldilər. kısa Hemen kısa kesip bunlar sermaye birikimine başladılar. İki alanda çalışmaya başladılar. Bir turizm alanında, çok bir de yapıda, yani Saxtosazda. Bilirsiniz ki, hem Saxtosazın hem turizmin yaxşı dərəmədi var idi. Nəhayət bir Kürt sərmayəsi də təşkil tapdı Türkiye'nin içerisinde. Bu Kürt sermayesiyle Türk sermayesi yavaş yavaş birleşmeye başladılar. Bunlar hamısı zemin hazırladı ki yavaş yavaş Kürt hareketi o nizami hareketten geçsin siyasi harekete. Ve bu geçen yıl, ben çok kısa istedim kesin bu meseleni, bu yıl parlamento gününün başlamasıyla birlikte bir hadise qabağa geldi. Görünmemiş bir hadise. Devlet Bahçeli o MHP'nin, yani Milliyetçi Hareket Partiyası'nın lideridir. Bu birdenbire o günkü parlament mesela iftitahiyye günüydü. Durdu gitti DEP zadının partiyası ki Kürtlere aittir. Kürtleri temsil ediyor təqribən. Getdi onlarla el verdi, onlarla görüştü. Belə əslən bir zəlzələ kimi bir şey oldu Türkiye'de. Sülhüden danıştı. Bəli. Barıştan danıştı. Ben de onlarla danıştığı, xoşbeş elədi filan Bəhman zəmin hazırladı. Mən fikirləmirəm ki, Devlet Bahçeli öz başına bu işi gördü. Devlet Bahçeli bir indi hükümetin içinde de olmasa hükümetin yardımcısıdır. Yani Recep Tayyip Erdoğan'ın aşağı yukarı bir kolu sayılır. Yani demek ki bu dalda bir müzakirələr olub ve o çerçevede gedib dev milletvekilleriyle milletvekilleriyle danışıyor. Ben ondan sonra zaman geçti yavaş yavaş o milletvekillerinin İmralı ile danışması nihayette geçen Perşembe günü birdenbire bir haberler bütün dünyaya yayıldı ki Abdullah Öcalan, APO bütün PKK'dan isteyip ki silahların teslim eləsinlər, hatta özlərini fəsx eləsinlər. Yani o partiye özünü münhəll eləsin. Belə bir şey acayip bir zadıdır. Bütün dünyaya yayıldı ve aynı zamanda da xoşhallığa sebep oldu. Türkiye'de sanki bir bayram havası əstə. Əlbəttə o zadın qarşılaması da çox maraqlı bir mövzu idi ki, PKK də bundan istiqbal elədi. Bəli. Ondan sonra bir gün ondan sonra Kandil'de olan PKK paygahları da dedi biz Abdullah Öcalan'ın dediklerini kabul ediyoruz. Onun gösterdiği istikamette hareket ediyoruz. Hatta bölge Kürtleri de bunu fakat tek bir kuruluş şimdiye kadar deyip bizi bu bağlamaz. YPG'dir. YPG şeydedir. Suriye'dedir. O diyor bizim o PKK'ya bir saygımız var. Onların işte isteklerine Abdullah Öcalan'a da saygımız var. Ama o bizi bağlamaz. Biz mücadelemizde devam ediyoruz. Yani ama bak öyle o ertesi gün Recep Tayyip Erdoğan da çok güzel bir şey dedi. Dedi bugünden Türkiye'de yeni bir tarih yaranır. Yeni bir tarih başlayır. Yani artık Kürt orada bir şeyde dikkatinizi çekeyim de ondan sonra ben bu sözümü hatime vereyim. Dedi ki Abdullah Öcalan'ın o zadında barış ve demokratikleşme peyamıdır adı üzerinde. Barış ve demokratikleşme planı bərnaməsi diye orada yazır ki bizim miniller yazıp ama miniller biraz mübaliğe olur. İllerce Kürtler bir yerde yaşayıp ve bu bütün musibetlerde, xoşbəxtlikdə, xoş günlerimizde baham olmuşuq. Bu memleketi baham yaratmışuq ve baham böyüdəcək. Baham yaşamaktan. Bəli, elə bir söhbətlərdən ve bence çok büyük bir hadisedir. Bütün bölgede təsir koyacaktır bu.
bu bölgədə təsiri çox böyük olacaq. Çox sağ ol Aydüstür. Geniş danışdığınız üçün minnətdaram. Hər halda çox məxsusən o PKK-nin tarixçəsini buyurdunuz. Çox önəmli bir mövzu idi ki, qətlən bizim o eşidən